Hörmətli izləyicilərim və dəyərli kanal istifadəçilərim, hər birinizə salamlayıram. Mən Əhmədov Orxan, sizin Azərbaycan dili və ədəbiyyat müəlliminiz. Bugün sizə Güvən nəşrlərinin blok sınağının Azərbaycan dili fənni üzrə 11-ci sinif B variantını izahını təqdim edəcəm. İndi isə keçək sualların izahına. Birinci sual. Feillərdən biri icbar növdədir. İcbar növü gördüksə, biz tez onun şəkilçisini xatırlamalıyıq. Dır üstü 4 leksik şəkilçidir, amma yalnız icbar növü aid deyil. Məsələn, bildirmək. Bu cür suallar olarkən biz mütləq sözləri cümlədə işlətməliyik. Mən fikrimi ona bildirdim. Bildirən kimdir? Mən. Məlum növdədir. Mən yazını yazdırdım. Kimə? Bilinmir. Yazını yazdıran mənəm, amma kimə yazdırdığım bilinmir. 2 subyekt istifadə olunmuşdu. Ona görə düzgün cavabımız birinci sualda olur, B variantı. İkinci sual. Hansı cərgədə bütün feillər isə hissəci ilə işlənmişdir? Təmizlədin isə, D-dən sonra isə var, burada var. Aparsa, söz kökünə və ya başlanğıc formasına sasə artırılırsa, bu isə deyil, şərt şəklidir. Ona görə A variantı olmaz. Pozulacaq isə, gedəcəkdin isə, qorunmalıdır isə, deməli düzgün cavabımız olur B variantı. C variantında söz kökünə oxusa qoşulmuşdu. D variantında başlanğıc formaya qoşulmuşdu. E variantında işləsə yenə başlanğıc formaya qoşulmuşdu. Ona görə düzgün cavabımız olur ikinci sual B variantı. Üçüncü sual. Cümlələrdən birində miqdar sayının 2 müxtəlif məna növündən istifadə edilmişdir. Miqdar sayları 3 yerə bölünür, müəyyən, qeyri-müəyyən və kəsr sayları. Biz bunları axtarmalıyıq. A variantı. Axırıncı sözləri eşidəndən sonra Mahmud daha bir neçə insanla görüşə biləcəyini yəqin etdi. Axırıncı və bir neçə sözləri saydı, amma axırıncı sözü sıra sayı olduğuna görə bizim cavabımıza aid deyil. Qoca kişi sonuncu daşı da yonub hazır etmişdi. Sonuncu sözü sıra sayı da götürmürük. Yüzlərlə insan birincilik uğrunda mübarizə aparırdı. Yüzlərlə sözü qeyri-müəyyən miqdar saydı, amma birincilik sözü isimdir. Ona görə götürmürük. 6 ədədi 6 müəyyən miqdar saydı. 30 ədədinin yenə müəyyən miqdar saydı. 5də 1 hissəsidir. 5də 1 isə kəsr saydı. Düzgün cavabımız olur D variantı. Dördüncü sual. Səhv fikir istəyir bizdən. Frazeoloji birləşmələrin sinonimliyi və antonimliyi var. Qəlbinə dəyməyin sinonimi ürəyini qırmaq olar. Burada yerləri dəyişiklik yazılmışdır. Düzgün cavabımız elə olacaq A variantı. Beşinci sual. Hansı sözün yazılışı doğrudur? Həftəlik yox, həftəlik olmalıdır. T ilə yazılır orfoqrafik olaraq. B variantı. Heyranlıq yox, heyranlıq olmalıydı. Həm söhbət yox, həm söhbət olmalıydı. Hərdən bir M yox, N hərfi olmalıydı. Humanizm düzgün yazılmışdı. Düzgün cavabımız E variantı. Altıncı sual. Hansı cümlədə bir-biri ilə münasibətdə antonim olan sözlər yoxdur? Bir onun qərarı haqlıdır. Sizin təklifiniz də çox ədalətsizdir. Haqlı, ədalətsiz, bəli, bir-birinə antonimdir. Mən tələb edirəm möhtərəm hakim. Mən tələb edirəm möhtərəm bu misrada yoxdur. Cəzasız qalmasın onun təhqiri. Təhqir və cəzasız burada antonimlik yoxdur. Düzgün cavabımız olur B variantı. 7-ci sual. Biri say ilə sifətin ortaq cəhəti deyil. İsmi xüsusiyyətlərini qəbul edərək isimləşmək hər ikisində var. İsmə aid olmaq, isimdən əvvəl işlənmək hər ikisində var. Quruluşca hər ikisi sadə, düzəltmə, mürəkkəb ola bilər. Leksik mənası təbii ki, əsas niksələrdirsə var. Müqayisə dərəcələri yalnız sifətdə var, sadə yoxdur. Düzgün cavabımız 7-ci sual E variantı. 8-ci sual. Verilmiş nümunədəki sifətlərin hər üçünə aid olan fikrimizi tapaq. Sifətlərimizi seçsək buradan. Boyasız, ləkəsiz sözləri, yaşıd sözü, əkiz sözü. Əslində burada 4 sifət var. Amma bizdən niyə üçünü istəyir? Ümumiləşdirsək, hər üçü də adi dərəcədədir. Ortaq cəhətimiz budur. Çünki azaltma və çoxaltma dərəcəsinin heç bir göstəricisi yoxdur. Düzgün cavabımız E variantı 8-ci sual. 9-cu sual. Hansı cümlədə sifət azaltma dərəcəsindədir və düzgün yazılmışdır? Bizdən 2 fikir istəyir. Həm azaltma dərəcəsinin göstəricisi olsun, həm də düzgün yazılsın. Gün batanda səmanın üzü qırmızımtıl bir rəng aldı. Imtıl
Morfoloji yolla yaranan azaltma dərəcəsidir və düzgün cavabımız A variantı olacaq. Niyə B olmaz? Çünki açıq-aşkar sözü düzgün yazılsa belə zərfdir. Kəmsavad sözündə savad isimdir, sifət deyil. Ona görə kəm biz bunu götürə bilməyəcəyik. D variantında uşağın saçları açıq sarı. Bəli, açıq sarı deyə bilərsiniz müəllim azaltma dərəcəsində, amma düzgün yazılmayıb, çünki defislə yazılmalı idi. Qıpqırmızı isə çoxaltma dərəcəsindədir. Düzgün cavabımız A variantı. Səhv fikri müəyyən edin. İdi, imiş, issə köməkçi sözlərinin heç biri əmr şəklində işlənə bilmir. Bəli, əmr şəklində biz bunları işlədə bilmərik. Daşlaşmaq sözünü feilin iki müxtəlif məna növündə düşünə bilərik. Bəli, məsələn, uşaqlar daşlaşdılar deyəndə, yəni bir-birinə daş atdılar deyəndə, bir-biri ilə belə deyək, qarşılıq növdə olacaq. Amma torpaq daşlaşdı deyəndə, torpaq bir-birinə daşlaya bilmədiyinə görə bu məlum növdə olur, bu doğru fikirdir. Şər şəklində olan feil üçüncü şəxsin təkində şəxs sonluğu qəbul etmir. Üçüncü şəxsin şəxs sonluğu dır şəkilçisidir və doğrudur, qəbul etmir. Oxuyasınız feilinin inkarını yalnız deyil sözü ilə düzəltmək mümkündür. Oxuyasınız burada arzu şəklindədir, amma biz oxunmayasınız kimi deyə bilərik. Düzgün cavabımız olur D variantı. 11-ci sual. Biri bədii üsluba aid nümunə deyil. Qoy məndən dərs alsın qoca təbiət, o da könlüm kimi gülsün həmişə. Məcazi məna varsa bədii üsluba aiddir. Gələn adam ümidi puça çıxmış adamlar kimi əllərini yanına saldı. Burada da məcazilik var. Jurnalistikanın ictimailəşməsində Füyuzat jurnal və onun redaksiyası heyətinin xidmətləri diqqətə layiqdir. Publistik üsluba aid olan bir nümunədir. Ona görə C variantı düzgün cavabımızdır. 12-ci sual. Hansı cümlədəki təsriflənən feillərinin hər ikisi verilmiş nümunədəki təsriflənən feillə eyni şəkildədir? Onların sumalı razılıq əlaməti kimi qəbul etdik. Etdi, dedi. Zaman şəkilçimiz var, ona görə də xəbər şəklindədir. Bizə lazımdır xəbər şəklində olsun hər ikisi. Düzgün cavabımız olur C variantı. Dağ dağa qovuşmaz, insan insana qovuşar. Hər ikisi qeyri-qəti gələcək zamanda olduğuna görə xəbər şəklindədir. Düzgün cavabımız C variantı. 13-cü sual. Nümunəyə və cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Sifətin sualına cavab verən isim işlənsə də, ismin sualına cavab verən sifət işlənməmişdir. Doğru cavabdır bu, bir doğrudur. Buradakı sifətin sualına cavab verən isim qızıl sözüdür. Amma ümumiyyətcə bu cümlədə sifət yoxdur. Buna görə biri götürürük. Əlamət bildirən sifət işlənmişdir, yanlış fikirdir. Mənsubə şəkilçi söz ismin təsirlik halındadır. Bu doğru fikirdir. Çünki günəş qızıl saçlarını təsirli haldadır, 1-3. Təsriflənən feil əmr şəklində məlum növdədir. Başlamış idi, mış xəbər şəklindədir, amma bizə deyir əmr şəklindədir, yanlışdır. Cavab olaraq doğrudur. Düzgün cavabımız olur 1-3-4 A variantı. 14-cü sual. Tələffüz formasında verilən sözlərdən hansını həm isimdir, həm feildir? Birbaşa düzgün cavaba keçək. Mələyə sözüdür. Burada mələk dediyimiz isim nə? Mələk, mələyə kimə mənasında. Bir də kaş o mələyə. Burada isə mələmək feili olur. Düzgün cavabımız olur E variantı. 15-ci sual. Hansı cümlədə fərqləndirilən söz numerativ söz deyil? Qışda dağlar ağ geyinər, yaz qara, sağ dəstinlə ağ kağıza yaz qara. Dəstinlə sözü burada numerativ söz kimi işlənməmişdir. Amma 40 nəfər valideyn, 20 ədəd yumurta, 1 qaşıq dərman, 2 cüt corab, hər biri numerativ sözdür. 16-cı sual. Cədvəli tamamlayaq. Həm amonim, həm də çoxmənalı söz. Boğaz sözünü işlədə bilərik. Yalnız çoxmənalı olsun, amma amonim olmasın. Amonim olmayan kitab sözünü məsələn işlədə bilərik. Yalnız amonimdir, amma çoxmənalı deyil və top sözünü biz işlədə bilərik. Düzgün cavabımız olur C variantı 16-cı sualda. 17-ci sual. Çoxaldılmış feilindəki şəkilçilər haqqında səhv fikir. Al, saydan feil düzəlmiş leksik şəkilçidir. Bəli, çox, çoxal. İl, qayıdış növ şəkilçisidir. Çoxaldılmaq. Məsələn, deyirəm ki, bizim kitablarımız çoxaldıldı. Kitab öz-özünə çoxalmır, kimsə tərəfindən çoxalır. Məhsul növün şəkilçisi olacaq. Düzgün cavabımız olur B variantı. 18-ci sual. İşarə əvəzliyinin ism əvəz etdiyi cümləni tapırıq. O, adsam, mənsəb arxasında qaçan adamlardan deyil. Şəxs əvəzliyidir, götürmürük. Hər şey qeyri-müəyyən əvəzliyimizdir. Hərə qeyri-müəyyən əvəzliyimizdir. O, işarə əvəzliyidir, amma burada belə deyək, sifəti əvəz etmişdir. Amma düzgün cavabımız olur E variantı 18-ci sualda belələri. Gördüyünüz kimi əvəzliyin üzərində ism aid xüsusiyyət var.
19-cu sual. Nümunələrlə bağlı doğru fikir. Birbaşa düzgün cavaba keçək. Vaxt itirməyək. Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır cümləsində ismi xüsusiyyətlərini qəbul etmiş sifət. Bəli, gənc sözü sifətdir və üzərində ismi xüsusiyyətləri, xasiyyəti, xarakteri nədir? Larlər cəmdir, mənsubiyyətdir, haldır. Hər üçü də burada var, doğru fikirdir. Bizdən də uyğun fikir istəyir. Düzgün cavab olur D variantı. 20-ci sual. Xəyanətkarlıq sözünün fonetik təhlili ilə bağlı səhv fikri tapırıq. Ahəng qanuna tabe deyil. Doğrudur, tabe deyil. Sahitlərdən biri uzun tələffüz olunurmu? Bəli. Xəyanət. İkinci sahit uzun tələffüz edildi. Səs və hərf tərkibi arasında 3 fərqli məqam var. Yanlışdır. 2 fərqli məqam var. K şəkilçisi ilə oranda ç əvəzləməsi baş vermir. L r-yə çevriləcək. Q x-yə çevriləcək. Ona görə 2 fərqli məqam var. Düzgün cavabımız olur C variantı. 21-ci sualımız. Verilən nümunə ilə bağlı cədvəldə uyğunluqları tapacağıq. Yalnız belə deyək, feillərdən birində iş görən işi öz üzərində icra edir. Bu ikinci cümləmizə aid olacaq. İsmi əvəz edən işarə əvəzliyi işlənmişdir. Bəli, birinci cümləmizdə var. İsmi əvəz edən işarə əvəzliyi bu var. Əmr şəklində olan feil işlənmişdir. Bəli, doğrudur. Burada var, axtarma var, birinci cümləyə aiddir. Sonra yönlük halda olan isim işlənmişdir. Şeirə, sənətə ikinci cümləmizdə var, doğrudur. Təhsili halda olan isim işlənmişdir. Hər ikisində var. Haram çörəyi axtarma və digərində isə donunu sözü hər ikisinin ortaq cəhətidir. Düzgün cavabımız 21-ci sual A variantı. 22-ci sual. Verilən nümunədə şəkillərin ardıcıllığı. Könül, bu acı hisslərdən əl çək. Əmr şəkli, insan bir gün gəlmiş, mışmış burada xəbər, gedəcək xəbər. Düzgün cavabımız olur A variantı. 23-cü sual. Verilən nümunənin təhlili ilə bağlı doğru fikirlərə baxaq. Məchul növdə olan feil işlənmişdir. Xeyr, işlənməmişdir. Bunu götürməyəcəyik. Mənsubiyə şəkilçili söz adlı haldadır. Baxaq, dövrün hökmü ilə, bəli, dövrün hökmü və yaxud da ki, laylası sözü var burada. Doğru fikirdir 2. Feillərin hamısı xəbər şəklindədir. Bəli, keçmiş zamandadırsa xəbər şəklindədir. Düzgün cavabımız olur 2 və 3. 24-cü sual. Sxemdəki hansı sözlərin yerini dəyişsək, sxemdəki uyğunluq bərpa olunar. Bu zaman biz işlədin sözünə baxırıq. Bu yalnız əmr şəklində kimi düşünə bilərik. Yəni, iki müxtəlif şəkildə düşünə bilmirik. Sən işlədin, siz işlədin. Hər ikisi əmr şəklindədir. 6 isə itir sözüdür. Məsələn, deyirəm, sənin ağlın itir, nə edir? Bu zaman xəbər şəklində olur. Bir də sən onu gözdən itir, nə et? Əmr şəklində. Bu iki müxtəlif məna növündə düşünülə bilər. Yəni, biz 1 və 6-nın yerini dəyişsək, sxemdəki uyğunluq bərpa olunar. Düzgün cavabımız 1-6 olacaq. 25-ci sual. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Oxutmuram feili inkarlıq şəkilçisini və indiki zaman şəkilçisini qəbul etmişdir. Doğrudur. Ir və M burada var. Doğru fikirdir. Bir də 4-ə baxsaq. Bakı şəhəri gözəl şəhərdir cümləsindəkidir. Qeyri-müəyyən yerləş halda olan ismi müəyyənə çevirmək mümkündür. Yanlış yazıb. Bəli, yanlışdır. Çünki Bakının şəhəri olmayacaq. Düzgün cavabımız olur 2 və 4. 26-cı sual. O, doğma vətənin müstəqilliyi uğrunda Rus qoşunları ilə döyüşdə qəhrəmancasına həlak oldu. Nə yoxdur burada? Baxırıq, burada yoxdur. İşarə əvəzliyi yoxdur və azaltma dərəcəsində olan sifət yoxdur. Düzgün cavabımız olacaq 3 və 5. 27-ci sual. Tərəflər bir neçə gündür ki, atışırlar. Bu bir-birindən qarşı-qarşıya icra olunur. Dağın başında bir dağ keçisi göründü. Öz-özünə görünür. Hərəkət öz üzərində icra olunur. Güllərin qoxusu indi daha yaxından duyulurdu. Öz-özünə duymaq, duyulmaq, öz-özünə duyulur. Atam məni peşə məktəbinə yazdırdı. Burada başqası tərəfindən icra olunur. İş. Mən bir neçə ildir ki, xaricdəki dostumla yazışıram. Yazışmaq, yazmaq, yazışmaq qarşı-qarşıya olacaq. Yəni, düzgün cavabımız 1-ə BC, 2-yə D, 3-yə isə AE. Keçirik mətnə. Friedrich Mischer haqqındadır və DNT tarixindən danışır bizdə. Birbaşa sualların izahına keçək. Suallarımızda deyir ki, nukleotillərdə baş verən dəyişikliklərin insanlara təsiri nə idi? Bunlarda var, irsi xəstəliklər var idi. Burada əvvəldə verilmişdi, irsi xəstəliklər.
yaza bilərik. Bir də bitki və heyvanat aləmi DNT-sindəki oxşarlıq ikinci abzasının ikinci cümləsinə baxsaq, hər bir genin deyir nukleoid ardıcılında minlərlə, 10 minlərlə nukleoid var. Bu fikirdir. Bu deyir həm bitki və heyvanat aləminə aiddir. Yəni hər ikisinin ortaq cəhətidir. Kursivlə verilən cümlələrdə bir-biri ilə qarşılıq təşkil edən ifadələrdən hər hansı bir cütlük yazırıq. Belə deyək, yəni bir-birindən qarşılıq, yəni bir-birinə sinonim təşkil edən cütlük lazımdır. O cümlədən irsi xəstəliklərin meydana çıxmaq var burada. Digər cümləmiz isə axırıncı abzasda var ki, Talasemiya xəstəliyinin yaranma səbəbləri nukleoidlərin dəyişiklikləri ilə bağlıdır. Belə ki, nukleoidin digəri ilə əvəzlənməsi irsi qan xəstəliyi olan talasemiyanın ortaya çıxması və ortaya çıxmaq və meydana çıxmaq bir-biri ilə belə deyək, sinonim təşkil edə bilər. Sonuncu, 30-cu sual verilmiş nümunə ilə bağlı cədvəli dolduraq. Bizə 2 nümunə verir. Birinci nümunəmiz baxırıq ki, elmi üsluba aiddir. Bizə verilən nümunə ana dedim, ürəyimə yanar odlar saçıldı isə bədii üsluba aiddir. Birinci yazırıq, mətnin aid olduğu üslub elmi üslub. Həmin üsluba aid 2 səciyyəvi xüsusiyyət. Səciyyəvi xüsusiyyət nədir? Məsələn, modallıq bildirən söz və ifadələrdən istifadə, dəqiq, məntiqi və ardıcıldır. Bu formada yaza bilərik. Nümunənin aid olduğu üslub, bədii üslub yazırıq. Həmin üsluba aid 2 xüsusiyyətimiz, məsələn, təkrirdən istifadə edilmişdir, məcazi mənalı ifadə vardır, obrazlılıqdan istifadə edilmişdir və sair tipli cümlələrdən istifadə edə bilərik.